Şəmkir rayonunun Natəvan küçəsi. 17-ci küçənin başı deyilən bir ünvandayıq. Ünvana gəlməyimizin məqsədi burada yaşayan bir sakinin bizə müraciəti olub. Gəldiyimiz vaxt burada rastlaşdığımız mənzərə çox acınacaqlı idi. Deməli, təbiətin düşməni deyim, qəsbkarı deyim, kimlər tərəfindənsə burada hal-hazırda 8 şam ağacı qalıb və bundan öncəkiləri kəsiblər. Qurudulmuş şam ağaclarıdır, 8-i qalıb. Kəsdikləri yeri doldurublar və hissə-hissə bunlara da qəsd edib doğrayıb, qurutduqdan sonra doğrayıb bu sahəni doldurub, xüsusi divar çəkilib, sahə dolub və burada özləri üçün bilmirəm nə iş görürlər. Baxın, bu ağac yarı kəsilsə də yaşam mücadiləsi verir. Baxın, günahı nədir bu ağacın? Kəsilməyinə baxmayaraq yarpaqları üstündə yarı canla yarpaqlayıb. Buradan üzümüzü tutub Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə deyirik. Unutmayın, ulu öndərimiz Heydər Əliyevin bir kəlamı var. Ağac kəsən mənim qolumu kəsir. Sizdən rica və tələb edirik. Bu acınacaqlı mənzərəni diqqətlə izləyin və bunun səbəbkarlarını lazımı cəzasını verin. Günahsız şam ağacları haray salıb, imdad diləyir. Bir də həm sakinlərin dediyinə, həm də özümüzün tələbimiz budur ki, bu qurudulmuş ağacların yerində yeni şam ağacları əkilsin. Gəlin birlikdə təbiəti qoruyaq. Şəmkir rayonu 17-ci küçə deyilən hissə və Şəmkir sarayla